Bu hicabla bağlı məsələyə toxundunuz. Həmişə mən deyəndə ki, insanlar niyə belə geyinməlidir? Yəni qadınlar da, yəni niyə geyinməlidir? Yəni özümdə fikirləşirdim ki, yəni Quranda belə bir şey deyilibmi ki, Allah Taala oradan bildiribmi ki, yox siz başınızı bağlamalısınız, təmiz bağlanmalısınız, göstərməməlisiniz. Yoxsa bu belə deyim də ərəb ölkələrində bir adət-ənənə idi ki, quma görə, digər şeylərə görə bağlayırdılar başlarını. Baxın, bu məsələ ilə bağlı dəfələrlə suallar olur. Ancaq mən bunu ciddi şəkildə araşdırmadığıma görə ya hə var deyə bilmirəm, ya da yox deyə bilmirəm. Amma Quranı oxumusunuz da siz. Quranda 2 ayəni əsas gətirirlər. Biri Nur surəsindədir, biri də Əhzab surəsindədir. Həmin o 2 ayədən gətirirlər. Amma Quranı oxusam da həmin ayələrin üzərində mən Quranı yenidən tərcümə elədiyimə görə bir-bir toxunuram. Hər bir sözləri, məsələn orada ceyb sözü, cüyüb sözü hansı mənaya gəlir, xamır sözü hansı mənaya gəlir, Quranın digər ayələrində necə işlənir, buna baxıram. Mən bunu ərəblər bazında baxmıram. Məsələn, ona qalsa, indinin özündə İsrailə getdiyiniz zaman xaridi yəhudilər yaşayırlar. Xaridi yəhudilərin yaşadıkları bölgədə görsəniz, qadınlar müsəlmanlardan daha qapalıdırlar. Müsəlman qadınlardan daha qapalıdırlar. Yəni niyə qapalıları? Misal üçün indi bir şey gətirim. Eyni məsələni getdiyiniz zaman Hindistanda da görə bilərsiniz ki, qadınlar başlarını örtürlər, ancaq göbək hissələri açıq gəzirlər. İsti iqlim tipində olan bir yerdir. Eyni məsələni o bir adət-ənənədir, amma indi bunu dinlə gətirirəm. bağlayırlar. Baxın, indi eyni məsələni gətirirəm. Məsələn, Hammurapi qanunlarda fərqli şəkildə məsələyə yanaşılır. Məsələn, orada biraz başı açıq mənasında daha fərqli qadınlarla bağlı bu ifadəni işlədibdilər. Düzdür, doğru olduğunu heç bir zaman ifadə eləmirəm. Sadəcə belə bir anlayışın olduğunu qeyd edirəm. Yenə də deyək ki, xristianlığa baxdığımız zaman rahibələrin qapalı olduqlarına şahid oluram. Yəni bu açıq-saçıq olmaq anlayışı, indi mən məsələn başqa bir tərəfini də deyim. Baxın, bəzi qadınlarımız var, başlarını açırlar örtülü olandan sonra, müəyyən bir həddə gələndən sonra, müəyyən bir özləri ayaq üstə dayanan bəzi qadınları olub. Bu gələndən sonra dedikləri belə bir məsələ var ki, biz artıq daha çox xərcləməyə, saçımıza, özümüzə daha çox pul xərcləməyə başladıq. Niyə? Çünki deyirdik ki, çölə çıxdığımız zaman sadəcə hicabı, təsəttürü örtərək çıxırdıq. Amma indi saçımızın quruluşudur, rəngidir, kraskasıdır və s. və s. ilaxır bunları artırırlar. Amma demirəm yenə də bu. Bunu dini formada təqdim edirlər. Bunun doğrudur, səhvdir olduğunu deyə bilmərəm. Ancaq baş örtənlərə də, başı açıq gəzənlərə də çox-çox böyük hörmətim var. Bu hörmətim örtülü və yaxud da açıq olduğuna görə deyil, həmin o insanın, qarşımdakı insanın dişliyinə görə deyil, insanlığına görə verilən dəyərdir. Bu da bizim heç bir zaman mənfi və yaxud da müsbət mənada dəyərləndirə bilməyəcəyimiz anlayışdır. Bu başörtülü olmaq bizim rahatlıqla oturub söhbət eləyə biləcəyimiz bir anlayış da olur ki, yəni mən eyni zamanda sənin qadınlığına görə deyil, insanlığına görə yanaşıram və bu normal şəkildə insan söhbət eləyə bilər. Amma bir də var ki, fərqli bir şəkildə özünü təqdim elədiyi zaman insana kənardan başqa bəlkə də qiymət verə bilərlər, başqa cür dəyərləndirə bilərlər, bunu bilmirəm. Amma yenə deyirəm, Quranda sadəcə olaraq 6236 ayədən 2 ayəni bu məsələ ilə əlaqələndirirlər. Bu məsələnin də konkret olaraq baş örtüsü olub-olmadığından bağlı da konkret bir cavab vermək bu günlərim iqtidarında deyiləm. Niyə? Çünki araşdırmamışam, bilmirəm.